Məryəm özü Ağstaxalıdır. Ağstaxadandır. 2 ildir biz Məryəmin müalicəsi üçün pul yığırıq. Çünki bunun günlük rasxodu 60-70 manatdır. Günlük masaj olur. Plus aparatlar alınır. Hər il aparatı dəyişir. El olur 3 aydan bir, 4 aydan bir dəyişir. 5 yaşına qədər yerifdir. Ondan sonra serebral ifmelit xəstəliyi keçirdiyinə görə yerişini itiribdir. Biz ilk dəfə pul yığanda nə ayaqlarını hərəkət etdirə bilirdi, nə əlini otura da bilmirdi. Yəni indi oturur, məhlir, yəni böyük irəliləyiş var. Həkim də deyib irəliləyiş olacaq. Günü-gündən daha da yaxşı gedəcək. Buna görə kimin günü nəyə çatır? Bax bu gözəl aydır. Bu gözəl ayda yəni bu Məryəm balanın üstündə siziniz də haqqınız olsun. Ən azından belə qısmət, vicdanınız rahat olsun ki, ən azından mən bir nəyəsə vasitəçi oldum, nəyəsə kömək oldum. Kimin gücü nəyə çatır? Maddi, mənəvi dəstəyinizi əsirgəməyin. Bax bu Məryəm balamız yerisin. Bir dənə də balaca bacısı var, onunla oynasın. Balaca yeriyir, bax bunu yeriyə bilmir.